İlan adası kimi tanınan Guimada Grande adası 4000-dən çox zəhərli ilan növünə ev sahibliyi edir. Adaya giriş qadağandır. Braziliyanın São Paulo əyalətinin sahilindən 35 kilometr aralıda yerləşən bu adaya 1992-ci ildən bu yana gedən 70-ə yaxın alim ilan sancmasından dünyasını dəyişmişdir. Azərbaycanda da zəhərli ilanların əhatə etdiyi bir ada var. Böyük Zirə və ya Nargin adası. Adaya sürgün olunan insanlara ən böyük işgəncə ilanlar olmuşdur. Adaya 1719-cu ildə Rusiya İmperatoru 1. Pyotr dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin adasına bənzədiyi üçün verilib. Cəhənnəm adası ləqəbi ilə tanınan bu adada 10.000 insana ermənilər və ruslar eyni qazandan yemək yemə, ilanların hücumu və yaddaşdirici işgəncələr vermişdir. Yılanların zəhər dəyərini onlar üzərində təcrübə etmişdirlər. Qeyd edim ki, adada Əhməd Cavadla yanaşı bir çox Azərbaycanlı hərbi rütbəlilər, cümhuriyyətçilər əsir tutulmuşdur. Ən sonda isə güllələnib Xəzər dənizinə atılmışdırlar. Bu cür videolar üçün videonu bəyənib kanala abunə olmağı unutmayın.